İşləməm. Niyə işləyirsən? Mən gərək kanalımızın adını ancaq Dogs Azərbaycan yox da Animals Azərbaycan qoyardım. Bəli. Top üzərində dava. Bu sən indi gördük burada. Salam əziz dostlar, sizi bu günləri Binə qəsəbəsindən salamlayıram və bu günləri gəlmişik mənim dostum Turalın Dog Palace Baku, belə deyək, it oteli mən deyirəm normalda. Gəlmişəm sizi bu otellə tanış eləməyə və əlbəttə ki, dostum Tural'la. Tural, bir daha səni salamlayıram. Çox sağ ol, təşəkkür edirəm. Sizə bildirmək istəyirəm ki, Tural həm də bu yaxınlarda atla McDonald's'a yemək sifariş verməyə gedən oğlan var idi. Həmin oğlan Tural'dır və onun orada gözəl bir adlı, gözəl atı var idi, Zülcana. O atla da sizi tanış eləyəcək birazdan inşallah. Bir almadan zatdan verərik ona yiyə. Tural, həm özünü, həm zəhmət olmasa oteli, neçə otaq olduğunu falan, bu məlumatları zəhmət olmasa bizim izləyicilərimizlə bölüş. Mən Tural 2017-ci ildən itlərin müvəqqəti saxlanışı ilə məşğulam. Hal-hazırda fəaliyyətdə 10 otaqla başlamışıq. Təmirdə olan otaqlarımız var. Bundan sonra da otaqların sayı artacaq. İnşallah gələcəkdə hazır olanda yenə qonağımız olarsınız. Onları da göstərərik sizə. Əlbəttə. Tural, ümumiyyətlə sən belə deyək də, onda sənin limitin təxminən hal-hazırda eyni gün ərzində cəmi 10 itə baxa bilirsən də maksimum. Belə deyək də, məsələn bəzi itlər var ki, onlar 2 dənə qalır da, yəni ki ona görə bir uyğundur. Bəli. Məsəl üçün bəzi itlər var ki, heç tək qalmağı xoşlamırlar. Məsələn indi gedək sizə göstərəcəm. Onlar ancaq istəyir ki, bir yerdə yanında it olsun deyə, yəni səs eləməsin, darıxmasın deyə. Ona görə yanında it olduğuna görə belə deyək də 14-15 itə baxa bilirik hal-hazırda. Bəli, başa düşdüm. Onda belə çıxır ki, hər şey sahibdən və itindən asılıdır ki, yəni məsəl üçün mən gətirmişəm itimi bura, təhvil verirəm sənə, deyirəm ki, qardaş, mənim itim normalda tək qalmağı xoşlamır. Yanında bir mehriban it olsa, belə də mümkündür, tək qalması mümkündür, düzdür? Aydındır. Bəs burada yemək falan prosesləri necə baş verir? Yəni yeməyini sahibləri gətirir? Adətən yeməkləri sahibləri gətirir. Amma məsəl üçün ola bilər ki, yem gətirməyib, unudub və yaxud da vaxt olmayıb almağa. Onu biz alırıq, yəni ödənişini eləyir, biz o yemi alırıq. Anlaşmalı olduğumuz firmalar da var. Yəni sifariş veririk, gətiririk gəlir yemləri. Yəni mənim sifariş verdiyim məsəl üçün MyStick yem, mən itimə MyStick yemləri verirəm. Əzizlərim, buraxılışımızın sponsoru MyStick yemləridir. MyStick yemlərinin hər növ itlər və pişiklər üçün çeşidləri mövcuddur. Əgər MyStick yemlərini tapmaqda çətinlik çəksəz, zoohouse.az səhifəsinə müraciət eləyin, sifariş verin və sizə ödənişsiz çatdıracaqlar. Və sizə bunu bildirmək istəyirəm ki, canlılar həqiqətən MyStick yemlərini çox sevir. Hə, sənə deyirəm ki, zəhmət olmasa Tural, mən gətirməmişəm yemək, həmin yeməyi mağazadakı qiymətə gətirirsən. Anladım, çox gözəl. Yəni onun üçün heç bir əlavə ödəniş olunmur. Əlavə ödəniş olunmur. Ümumiyyətlə, bəs qiymətlər necədir? Qiymətlərimiz itə görə dəyişir, yəni qaldığı günə görə, ayına görə dəyişir. Yəni ki, sabit bir qiymətimiz yoxdur. Anladım. Onda heç nə. Gedək, düşünürəm ki, yavaş otaqlarla tanış olaq. Bu bizim otaqlarımızdır. Otaqlarımız hamısı isti döşəmədir. Yəni ki, qış aylarında yerləri isti olur. Gördün ki, soyuqlar başladı, isti polu qoşursan. Bəli. Gördüyünüz kimi, əziz izləyicilər, yəni sakinlər də var, belə deyək, qonaqlar. Bunlar da mənim digər Instagram, TikTok profillərimi izləyənlər bilir ki, mənim Border Collie'm var 8 ayında və bu sarı onun bacısıdır, mənim Lunimin bacısıdır. Bu isə başqa bir dişidir, başqa ata-ananın balasıdır. Və Tural, səhv eləməmsə dedin ki, yetişdirmək istəyirsən Border Collie və dedin ki, təxminən üzümüzə gələn aylarda bəlkə ola bilsin ki, balalar oldu. Bəli, Border Collie. İnşallah. Yəni bu elə bir cinsdir ki, həqiqətən dəyərini bilmək lazımdır. Düşünürəm ki, sən də onları dəyərini bilən insanlarasın. İnşallah. Mən maddi baxımdan demirəm. Yəni bizim üçün də biz də istəyirik ki, elə bir cinsdir ki, belə deyim də sənə, özün bilirsən zaten düşünürəm deməyə ehtiyac yoxdur. Bunların enerjisi tükənmir, özündə də ola görürsən. Bu həqiqətən onlara vaxt ayıra biləcək insanlar onlara sahib olmalıdır, əraziləri olan insanlar sahib olmalıdır. Gedək digər yerlərimizdən tanışalım. Bu deməli 3 yerimizdir. Sonra burada belə otaqlarımız var. Belə bunlar da isti poldur. Bəli, hamısı isti olma təcrübə olunur. Gəl buradan götür kadrı. Eyni şəkildə, havalarını dəyişmək üçün qapıları, havalarını dəyişmək üçün. Otaqlarda havalandırma da var. Havalandırma. Məsəl üçün bu ikisi bir qalır. Baxın, orada boş
otaqlar var, yəni yer qıtlığından deyil. Bu itlər tək qalmağı sevmirlər. Ona görə Tural deyir ki, bunlar bir yerdədirlər, dostdular və bir yerdə Fərqli cins olsalar da özü də buranın daimi müştəriləridir və artıq bir ildən çoxdur ki, düşünürəm burada. Bəli, bəli. Düzdür. Burada da bir başqa qolduğumuz var. Bunu yəqin tanıyırsınız. Qraf. Vurğulamaq istəyirəm ki, indi hal-hazırda belə deyim, onlar səhər artıq gəziblər, bütün işlərini görüblər. Hal-hazırda sadəcə olaraq bizim çəkilişimiz üçün yığılıb yerinə. İndi yenidən buraxılacaqlar qazon olan əraziyə ki, oynasınlar. Çəkib sizə göstərəcəm. Burada mənim həqiqətən, mən hər dobermanı sevmirəm. Həqiqətən bu başqa bir dobermandır. Yevropeyka dobermandır. Sinəli, çox gözəl görünüşlü bir dobermandır. İstəsəniz onu çölə buraxaram, çöldə də... Hə, buraxarıq, onu çəkərik. Onun hələ qapısındakı asılqana da gözəl. Adı da Qraf. Burada bizim itlər üçün çimmək otağıdır. Göstər. Burada hazırlaşır, bunu indi çimizdirəcəyik. Hə, bu çiməcək bu. Bəli, bu günə Getmə, hara yeyəsən, çiməcəksən. Burada çimizdirilir, qurudulur, daranır, lazım gələrsə, yəni ki, itlər sahibi bizə desə ki, çimizdirmək, yəni ki, çimizdiririk. Yəni, mən itimi gətirmişəm, təhvil götürəcəyim günə 1-2 gün qalıb, zəng eləyirəm ki, Tural, mən filan günü götürəcəm, çimizdir, Bəli. həmin günü təmiz götürüm, belə Bəli. anladım. Gözəl. Fenin də var, əsas fendir. Əsas fendir. Çimmək məsələsində rahat qurudmaq üçün fendir. Gedək. Burada da ki, itlərimizin yemləridir, yəni müştərilərin gətirdiyi yemlərdir. Burada tərəzidə çəkilir. Hər it sahibinin özünün gətirdiyi yemlər. Yəni elə it var, bəli, elə it var ki, gündə 2 dəfə yemlənir, elə it var ki, gündə 3 dəfə yemlənir. Gözəl. Düşünürəm ki, itləri açıb buraxsaq yaxşı olar, oynasınlar. Olar. Buraxım onda bəzilərini hansılar bir-biri ilə yola gedirsə, burax oynasınlar. İtlərimiz gün ərzində burada gəzirlər, istirahət edirlər, yəni oynayırlar, vaxt keçirdirlər. Əziz izləyicilər, Tural mənə dedi ki, o Markus digər itləri qorumaq məqsədi ilə onlara əl vuranda gəlir hücum eləmək istəyir. Ona görə yəni sığallanmırıq, eləmirik. Ona görə biləsiniz. Onları qoruyur. Buradakı itlərin hamısını qoruyur. Markus gəl. Markus. Baxın, görün, necə gözəl görüntüdür. İtlər sosiallaşır, oynayır. Ayıb olsun. Bəzi itlər var ki, məsələn, sahibləri deyir ki, başqa itlərlə yola getmir də. Parkda yox. Deyir ki, məsələn, parkda it görəndə üstünə cumur da. Amma biz onları burada sosial edə bilirik. Yəni ki, burada sakit itlərlə buraxırıq, yavaş, sosial edirik, başqa itlərlə də yola gedir sonra. Ondan sonra artıq bəli, aşmaq lazımdır da. Hər bir belə deyək, aşılmayacaq bir məsələ yoxdur. Onu yavaş sosiallaşdırmaq lazımdır. Hamısı gözəldirlər, hamısı mehribandırlar. Normaldır. Qraf Markus'la yola getmədiyinə görə onu buraxmadım. İndi birazdan buraxaram qrafı da. Markusu yerinə salaram, qrafı buraxaram. Top üzərində dava. Bu sən indi gördük burada. Qraf bundan daha çəkili idi. Sadəcə olaraq belə deyək, həkim deyib ki, arıqlatmaq lazımdır. Çünki ziyandır. Daha çox çəki onun üçün. Ona görə. Tural, onu 30-dur, onu bir dənə qrafdan qəşəng. Qraf sizcə? İtlər burada indi hal-hazırda ona imkan vermir oturmağa. İmkan verməyəcəklər ona oturmağa. Yoxdur, sən sına. Sizcə? Niyə imkan? Sinə görsənir zaten deyə düşünürəm. Dayansa, imkan verirsə oturacaq. Qraf sizcə? Düşünürəm biz Zülcanahın yanına keçə bilərik artıq. Aha, olar ki, keçə bilərik, göstərə bilərik. Gəldik həmin o Zülcanah gözəlçəyin yanına. Gəl. Yox. Aferin Zülcanah. Düşür təmiz kadra. Özü. Tam. Beşinci çək onu. Gözəl. Yıxta. Ay, boş. Neçə yaş var Zülcanahın? 4 yaş var. 1 ildə artıq məndə də. 3 yaşında deməli sən götürdün, hə? Bəli. Yıxta. Kəpəkləndi ağzın. Eybi. Daha onu yemə üstündə. Mən gərək kanalımızın adını ancaq Dogs Azərbaycan yox da Animals Azərbaycan qoyardım. Bəli. Çünki belə də Horse Azərbaycan olacaq. Bütün heyvanlardan çəkirik. Hələ sizi birazdan Rakuşka ilə tanış edəcəm. Bilmədim, bayaqları dedik kadrda yoxsa yox, rakun məsələsini. Mən bilən yox. Deməli, Turalın bir dənə də rakunu var, əziz izləyicilər. Sizi onunla da indi gedək, tanış edək. Zülcanahın alması qutardı. Gedək, gözəldir. Əziz izləyicilər, Tural göründən düzəldi. Sabunudur. Halaldır Tural. Özün düzəldin sən də? Bəli. Təkərlərə yenidən can vermişəm, istifadə olunmuş təkərlərə. Yəni də, gül kimidir.
necə deyirlər buna? Moydadır. Aha. Təkərli moydadır. Möhtəşəm. Halaldır sənə. Gedək. Deməli, bu da bizim rakuşkamızdır. Turalın rakuşkası. Rakun. Birisi də Rakun gedir adı. Tural da adını rakuşka qoy. Gəl. Çəkən bura. İşləmə. Niyə işləyirsən? Tural, o şimdi sən hər şeyi saxlayırsan da. Bacardığım qədər. Rakun. Başqa nə var arzunda? Başqa gələcək göstərəcək. Səsinə də nə var bunun? Gəl. Oyuncaqlar zad da var özdə. Hə, oyuncaqlar var. Gedir özdə qıraqda yeyir ki. Birdən əlindən alarlar. Ver mənə. Yesin qutarsın gələcək. Deməli 6 aylıqdır, qızdır. Yox, o oğlandır. rakışka gəl. Nə ilə qidalandırsan onu? Bu demək olar hər şeyi yeyir. Aha. Amma mən məsəl üçün çiğ ət zad falan vermirəm də. Aha. Ancaq məsəl üçün də bu belə itlər Amma falan bütün yeyir. belə deyək, peyvəndlər Bəli. Yəni itlərə verilən məsəl üçün qurd dərmanı, bit dərmanı da, onda da yəni eyni prosedur gedir. Amma gördüyüm qədərilə hayasızlığı var. Hə. Çox hayasız. Amma çox gözəldir. Əla Tural. Sağ olsun sənə ki, heyvanları belə sevirsən. Çox sağ ol, sən də belə gəlirsən, işıqlandırırsan bunları. Xoşdur. İnşallah ki, düşünürəm ki, onda gəl biz keçək artıq. Tural, heyvanlarla tanış olduq. Həqiqətən çox xoş oldu bir daha. Mən bir çoxunu tanıyırdım, amma yenə də izləyicilərimizlə də tanış elədik. Tural, ümumiyyətlə izləyicilərimizə şərtləri də bildir ki, yəni hansı itləri qəbul edirsən, hansı itləri qəbul edirsən, nə vəziyyətdə qəbul edirsən. Bunu da zəhmət olmasa izləyicilərimizə izah elə, bilsinlər. Sağlam itləri qəbul edirik sadəcə. Qurd dərmanı verilmiş, bit-birə dərmanı olunmuş, peyvənd olunmuş itləri qəbul edirik. Bir də ki, bala itləri də ki, peyvəndə olunmuş və karantindən çıxılmış. Karantini bitmiş. Bəli, karantini bitmiş. Yəni ki, karantindəki 3 həftə davam eləyirdi. Yəni peyvənddən sonra da 3 həftədən sonra yalnız götürə bilirik. Yəni peyvənd vurulandan sonra götürə bilirik. Anladım. Zəhmət olmasa əlaqə nömrəvi də denən burada. Əlaqə nömrəmiz 055 659 36 97. Yaxşı, indi gəldik əsas kulminasiya nöqtəsinə. Sən Dox Azərbaycan kanalı adından gələn izləyicilərə endirim eləyəcəksən? Bəli. Mütləq şəkildə. endirim. Gördüyünüz kimi əziz izləyicilər, Dox Azərbaycan kanalı olaraq gəlib burada da sizin üçün endirim əldə etdik. Deməli, əlavə olaraq sizin üçün onu bildirmək istəyirəm ki, sponsorumuz olan Maystik yemlərinin hal-hazırda 20% endirimi mövcuddur. Həmişə dediyim kimi, Instagram üzərindən zoohouse.az səhifəsinə daxil olub, həmin yemləri sifariş edə bilərsiniz və sizin üçün pulsuz çatdıracaqlar. Əlavə olaraq itinizin baxıma, çimizdirilməyə, dırnaq tutumuna və gözəlliklə bağlı hər bir şeyi ilə mütəxəssislərə əmanət etmək istəyirsinizsə, Instagram üzərindən Zoomagic Baku ilə əlaqə saxlayın və sevimli dostlarınızı gözələ çevirsinlər. Əlavə olaraq Tural, bildirmək istəyirəm ki, biz artıq gedirik, bitiririk verilişi. Əlavə sözün varsa, sən də sağ olaş izləyicilərimizlə. Sağ olun, yeni dostlarımızı gözləyik Pet Otelimizdə. Sağ ol.